Salam əziz izləyicilər, salam əziz dostlar. Bugün qonağımız hamınızın artıq tanıdığı qardaşımız Nicat İmrandır. Xatırladım ki, Nicat İmran hal-hazırda Almaniyada öz mühacir həyatını sürür və bugün onunla bizim regionumuz bu arada və bizim millətin həm Tat və Talış xalqının talihli məsələlərində olan, yəni bu regionda baş verən məsələlərin Talış xalqının və Tat xalqının talihində hansı izləri buraxacaq. Bu barədə müəyyən suallar verəcək ona və elə bilirəm ki, Nicat İmran qardaş həmişəki olduğu kimi çox dolğun və düzgün analizləri ilə bizi sevindirəcək. Salam olsun sizə Nicat qardaş. Hər vaxtınız xeyir, sizə salamlayıram. Əziz dinləyicilərimizi, izləyicilərimizi salamlayıram. Əzinizə xoş günahdır. Ümid edirəm ki, yaxşı müsahidə edəcək. Çox sağ olun. Nicat qardaş, Nicat müəllim. Mən qardaş deyirəm ona ki, siz mənim kiçik qardaşımsınız. Biz həmişə belə münasibətdəyik. Sadəcə olaraq bu televiziyada elə bir şeydir ki, burada gərək göstərəsən öz mehribanlığı sözün əsl mənasında. Nəysə, Talibanlar artıq bugün biz efirə çıxdığımız halda, biz indi bugün bu lent yazısını yazırıq, sabah biz efirə çıxarıq. Artıq Talibanlar Afqanistanda hökuməti ələ alıblar. Bildiyimiz kimi elan ediblər, artıq hökumət onlardadır. Və bizim region olduğu üçün sizin fikriniz, sizin analiziniz, sizin fikrinizcə Talibanların Afqanistanda hökumətə gəlməsi ilə regionda hansı hadisələr baş verə bilər? Buyurun. Təşəkkür edirəm dəvətə görə və söz verdiyinizə görə. Afqanistanda bilirik ki, vəziyyət heç də yaşam deyil. Müsaribədən əvvəl mən xəbərlərdə oxudum, 10 dəqiqə əvvəl. Artıq Qani, Afqanistanın prezidenti bəyan edib ki, yaxın saatlarda istefa verəcək və hökumət Taliban üzvlərindən ibarət olmaqla formalaşdırılacaq. Təbii ki, bu günlərə baş vermiş bir məsələ deyil. Artıq həftələrdir ki, hətta may-iyun ayından etibarən Afqanistan ərazisində Talibanın sağlaşması müşahidə olunur. Bu da gözlənilən ki, hələ Trump vaxtında NATO birliklərinin, NATO silahlı qüvvələrinin Afqanistanı tərk etməsi irəli sürülmüşdür. Və orada da demokratik təşkilatlar olmadığına görə alternativ olaraq ki, hökumətə sadəcə olaraq bir qüvvə qalırdı, o da Taliban. Bu öz-özlüyündə çox gözəl bir nümunədir. Bu çox gözəl təcrübədir. Regionumuzda olan digər ölkələr ki, demokratik təşkilatları inkişaf etdirmədikdə, onları əzdikdə, boğduqda, finalda belə bir nəticə ortalığa çıxır. Əgər ki, demokratik təşkilatları inkişaf etdirmədikdə və onların sərbəst şəkildə fəaliyyət göstərməsinə şərait yaratmırsansa, bu halda radikalizm, insanlar artıq öz şeylərini, öz arzularını radikal yollarla həll etməyə meydənir. Taliban məsələsi də, Talibanın Afqanistan'a iqtidara gəlməsi də təxminən bu cümlə bir şeydir. Afqanistanın artıq Talibanla ortaq bir keçmişi olub, çoxu da bilir ki, yəni hadisələr orada baş verirdi. Mən düşünürəm ki, hal-hazırdakı vəziyyətdə Taliban daha əvvəlki dövrdə, Afqanistana rəhbərlik etdiyi dövrdə etdiklərindən daha radikal formada olacaq. Və həmçinin də əgər ki, biz baxsaq ətraf qonşu dövlətlərə, Afqanistandan, həmçinin də ki, dünyada güc məsələləri bu məsələ ilə bağlı mövqeyə haqqında düşür. Sadəcə olaraq müəyyən tədbirlər görülür, qərarlar qəbul edilir. Məsələn, Rusiya rəhbərliyi bir neçə dəfə artıq görüşüb Talibanla, həmçinin Türkmənistanda görüşlər keçirilir. Eyni qaydada Çin tərəfindən bəyan edilmişdi ki, Taliban iqtidarı ələ keçirərsə, biz onun iqtidarını tanıyacağıq. İran da bu mövzusunda qarışmır. İran da yəni ki, heç bir halda müdaxilə etmək üçün yoxdur Taliban məsələsinə. Qərb tərəfindən müxtəlif fikirlər var. Böyük Britaniya məsəl üçün belə bir tədbirlər görmüşdür
ki, əgər ki, istək və arzu olarsa, biz Talibanla danışıqlara getməyə hazırıq. Yəni, onların maqsədlərimizi qurmağa və onları legitim hökumət kimi tanımağa hazırıq. Eyni qaydada, məsələn, buna bənzər bir şəkildə olmasa da, Almaniyanın da mövqeyi olmuşdu. Almaniyanın Xarici İşlər Nazirliyi bəyan etmişdi ki, əgər ki, Taliban iqtidarı ələ keçirlərsə orada və belə deyək, özünün qaydalarını, burada şəriət qaydaları və özünün tənqidi qaydaları nəzərdə tutulur, Əfqanıstan üzərində tətbiq etməyə çalışarsa, bu halda Almaniya büdcəsindən Əfqanistana ayrılan humanitar yardımlar hamısı dayanacaq. Biz heç bir orada hökuməti qəbul etdik. Aşağı yuxarı yəni hamının mövqeyi, yəni ki, artıq bəlli bir hüküməti ilə bağlı olacaq. Həmçinin də Türkiyə rəhbərliyi də buna bağlı fikrini səsləndirmişdir. Ərdoğanın müsahibəsi var idi və müsahibəsində bildirmişdi ki, yəni ki, ehtiyac varsa da qarşı tərəf qəbul edirsə, mən Taliban rəhbərliyi ilə görüşlərə və müzakirələrə hazıram. Belə bir fikir səsləndirmişdir. Baş vermiş hadisələr Əfqanistanda təbii ki, yaxşı keçmişə vəd edir. Çünki Əfqanistanda hal-hazırda iqtidara gəlməsi gözlənilən artıq de facto gəlmiş sayılan Taliban ki var, bu Pakistan tərəfindən dəstəklənmiş. Bu nöqteyi nəzərdən mən bizim Pakistan sevər halimizə hətta müraciət edib bunu istəyirəm ki, yəni Pakistanın dəstəklədiyi yalnız belə qruplaşmalar. Kimin yanında dayandığımızı və kiminlə qardaş olduğumuzu bir rəhmət olmasa bir yaxşı yaşayır. Və özünün üçün orada xəyal aləmində qurduğumuz Azərbaycan qardaşlığı, dostluğu və sahibləri var. Onunla bağlı hər hansı bir tutarlı əsas yoxdur. Yəni, normal münasibətlərdən gedirsə, yəni Azərbaycan Respublikasının xarici siyasətində kifayət dövlətlər var ki, normal münasibətlər var. Burada istər Azərbaycan Respublikasının ərazi bütövlüyü məsələsi olsun, istər digər məsələlər olsun. Yəni, Pakistanın digərlərindən fərqləndirən heç bir şey olmur. Bir ara özlərindən hətta bunu uydurmuşdular ki, belə deyək, güya Hacı Zeynalabdin Tağıyev vaksin göndərir Pakistana vaxtilə. Hansı ki, Pakistan dövləti yarananda artıq Hacı Zeynalabdin Tağıyev həyatda yoxdur. Yəni, mövcud olmayan bir dövlətə heç bir halda belə deyək, vaksin göndərməyə mümkün deyildi. Yəni, zamanda sərhəd anlayışı da hələ ki formalaşmıyor. Yəni, həmin dövlətin bu, həmin ərazilər Hindistan və yaxud da hətta Hacı Zeynalabdin Tağıyevin nəvəsi idi tərəfindən açıqlama vermişdi bununla bağlı ki, mənim babam hətta həmin o Hindistan ərazisində yaşayan müsəlmanlar belə olsun, onlara heç bir yardım göndərir. Yenə də bu qanundan cavabı Azərbaycan əhalisi üçün bilmirəm niyə, yəni bunun haqqında deyilməlidir. Yəni ki, bu günə bu da dərs olsun bu Azərbaycan əhalisi, yəni kimi dərs. Pakistanın orada dəstəklədiyi həmin o Taliban ki var, əsasən bunlardan ibarətdir. Bunlar belə deyək, İran dilli Aryan xalqı olsalar da, məsələn, oradakı digərlərinə qarşı kifayət radikal və düşmə mövqeyində dayanmış qruplaşmadır. Yəni, mən tək ki, onları həm belə deyək ki, ideoloji cəhətdən qəbul edirəm və onlara qarşıyam. Təbii ki, bu onların daxili işidir. Əfqanistan xalqı, Əfqanistan əhalisi necə istəyirsə onu həll edəsin. Orada hər hansı bir müdaxilənin tərəfdarı deyiləm. Nə qədər ki, bu Əfqanistan Respublikasının sərhədlərini təkid etmişdir. Necə olsun istər, quruluş olsun istər, şeylər və arzular olsun, o onların daxili məsələsi. Ancaq ki, yəni mən heç vaxt öz regionumda, öz xalqımla bağlı o görmə fikirləri heç bir halda dəstəkləyəm və təbii ki, buna qarşı bu öz yerində digər bir tərəfdən isə nəzərə almaq lazımdır ki, Əfqanistan ərazisində Pasibanlar yaşayır. Pasibanlar, belə deyək, Paslar və Taciklərlə qohum millətdir. Təxmini sayıları 1,5-2 milyon arasında dəyişir. Ümumiyyətlə, bəzi digər statistik rəqəmlərə görə Əfqanistan əhalisinin 4-5% təşkil edirlər. Məsələn, Herat ətrafında digər regionlarda da yaşayırlar var. Və mədəni cəhətdən bir növ Taciklərlə o qədər də yox, həm ətrafımızda olaraq mədəniyyət baxımından o qədər yaxın deyirlər. Nəyin ki, onlar bir növ belə deyirlər, Paslarla Pasların arasında keçid xalqı kimidirlər. Kifayət qədər də çox gözəl insandırlar. Yəni, onların düşüncə tərzində da tamamilə fərqlidir.
Talibanla onların milli fərqliliklərindən əlavə həmçinin də məzhəb fərqliliyi var. Çünki Pakistanlılar şiədirlər, şiə müsəlmanlar. Taliban isə sünni müsəlman. Və Taliban onlara gün verib işıq verir. Digər bir tərəfdən belə deyək ki, oradakı tarixlərlə də Müslümanların münasibətləri o qədər də yaxşı deyil. Yəni ki, tarixlər də belə deyək, hətta mən deyərdim ki, tarixlər talışlardan daha çox taxtlara və taxtlara yaxındılar. Yəni mədəniyyətdə bir baxımdan. Baxmayaraq bizim aramızda yəni ki, 1000 kilometr məsafə var. Yəni bu reallıqdır. Tarixlərlə münasibətləri onların o qədər yaxşı deyil. Həmçinin burada təkcə xalqları yox, Türkiyəsində xalqlarla da onların münasibətləri yaxşıdır. Yəni ki, əgər kimsə düşünürsə, sevinirsə buna ki, İran xalqları ilə, Aryan xalqları ilə düşməndirsə, biz bunlara dəstək verəcək. Amma xeyr, yəni sevinməkdir, əbəsdir. Hətta Azərbaycanın türklərindən daha çox türk olan aymaqlar yaşayır. Genetik cəhətdən də, antropoloji cəhətdən də, dil və mədəniyyət cəhətdən də daha çox türklər, neyəcə Azərbaycanın türkləri. Onlara da gün verib işıq verir. Onlara qarşı da çox radikal. Məsələn, qalır ki, mən dünən axşam bir əslən Xazar olan bir şəxs var. Almaniyada yaşayır və onun kitabından bir çıxarış var. Yəni çox təsirlidir adam. Yəni ki, sağlığını orada təsvir edir ki, onun ailəsinin hansı oyun. Məncə sevinməz. Yəni o Azərbaycan Respublikasının əhalisi heç vaxtı bir-birinə dəxli olmayan, heç vaxtı bir araya gətirilə bilməz, yəni figurları bir araya gətirməyə çalışır. Nə qədər olursa da, yəni məsələn, tutaq ki, İsrail, Ukrayna, Türkiyə, Pakistan bir-birinin düşmən olan tərəflərdir. Ancaq ki, oturub yaxşı fikirləşməsi kimi dəstəklər, nə istəyirlər onlar. Bu da buna qarşı çox gözəl nümunə demək. Ondan əlavə gözlənti Əfqanistanla bağlı budur ki, təbii ki, böyük bir miqrant akını olacaq. Artıq mən dünənləri oxudum. Amerika Birləşmiş Ştatları, rəsmi Vaşinqton, Qətərlə danışıqlara başlayıb müəyyən əhalini birləşdirməsindən bağlı. Əslində belə deyək, biz bilirik ki, bu son dövrlərdə Türkiyədə miqrantlarla bağlı gərginlik var. Ona görə birbaşa olaraq Türkiyə ilə danışıqlar getmir. Bu böyük ehtimalla belə deyək də Əfqanistandan Qətərə, Qətərdən də Türkiyəyə yerləşdirilmə şəkli olacaq. Hətta bunu mən sosial şəbəkələrdə belə deyək, Türkiyədən olan istifadəçilər var, sosial şəbəkə istifadəçilər var. Onların danışıqlarında da mən aralardakı müzakirələrdən istifadə edirəm ki, onlar da bu günə düşünürlər. Qətər və Türkiyənin münasibətləri çox yaxın. Və bu yaxınlıqdan istifadə olunaraq təbii ki, həmin əhali gələcəkdə Türkiyəyə tanışır. Türkiyədəki vəziyyət o qədər də yaxşı deyil daxildə. Ona görə də yəni, xüsusən də bu miqrant background olan, miqrant əsaslı cəhətdən o qədər də yaxşı deyil. Digər problemlər də var Türkiyənin. Bu çox partlayışa gətirib çıxarda bilər. Ona görə bu təklif səviyyədə Əfqanistan məsələsi deyil. Əfqanistanda Taliban gəldi iqtidara, orada məsələn xeyir bu belə deyil. Və yaxud da məsələn dünənləri Özbəkistanla sərhəddə Taliban müəyyən vilayətləri ələ keçirdi. Sürətlə hərəkət etdilər dünənlər. Və məsəl üçün əsgərlərin bir hissəsi, yəni qarşılıqda Əfqan ordusunun əsgərləri, onlar məhz belə deyək, Özbəkistana tərəf keçmək istədilər. Onlar tapdılar orada və s. Yəni Özbəkistan və əhalisi özbəklər ki var, onlar həmçinin yaşayırlar Əfqanistan ərazisində. Onlar da yaşayırlar. Buna nəzər alsınlar. Orada türkmənlər də yaşayır məsələn. Həmçinin onlara qarşı münasibət o qədər yaxşıdır. Və türkmən Əfqanistan sərhədi bəlkə də həmin və ən sərhədlərdən biridir ki, Türkmənistan rəhbərliyi bir tərəflilik elan edib. Yəni özlərinin, yəni Şveysariya ilə, İsveçrə ilə bərabər tutaraq neytral dövlət elan edirlər. Bu olan təbii ki, öz seçimidir, ancaq ki, Türkmənistanın yerləşdiyi region və həmsərhəd olduğu ölkələri nəzərə almalıdır. Lakin bu onların öz seçimidir və Türkmən ordusu həqiqətən dayana bilmir. Ondan əlavə də ki, məsələn, Özbək konstitusiyasına əsasən xarici ölkələrin hərbi bazası Özbəkistan ərazisində yerləşdirilə bilməz. Bu da onların müdafiəsiz qalmasıdır.
və Talibanın gələcəkdə Mərkəzi Asiya, Özbəkistan və xüsusilə də istiqamətində hərəkətə məsələsidir. Və sabahları belə bir şey baş verdi. Biz ən azından bundan əvvəlki miqrant axınlarında biz görmüşdük. Dəniz vasitəsilə o belə deyim, hava ilə doldurulan şarvarı olur, gəmilər olur, loxalar olur. Onların vasitəsilə bizi keçirlər. Yəni biz belə deyim, belə bir hadisə baş verər. Yəni səndən qaçqınları qəbul etdiyi halda sınır. Xeyr. Və yaxud da ki, məsələn, nəzərə almaq lazımdır ki, burada İran-Türkiyə münasibətləri yaşa bilər bunun üzərindən. Çünki Əfqan qaçqınları ki var, onların istifadə edəcək. İran üzərindən keçərək, İran-Türk keçir və hərəkət edirlər Anadolu istiqamətində. Bu istədiyi onların da münasibətində gəlir. Yəni ona görə də bu bəsit səviyyədə deyil. Tam bir məsələ deyil. Bu Əfqan savaşçılar dəyişdi və Nicat qardaş, demək bu Taliban söhbətində siz müəyyən şeyləri dediniz. Sadəcə olaraq biz bunu niyə görə sizə ünvanladıq? Ona görə ki, bu məsələlər birbaşa bizim regiona aiddir və Əfqanistanın sərhədlərini, hududlarını aşa bilər. Və bunlar əlbəttə ki, başqa aspektlərdir. Orada din, demək, məzhəb məsələləri də var. Bunlar hamısı milli məsələlər də var. Bunlar hamısı burada öz həm negativ, həm də ki, ola bilsin, hətta pozitiv demək, nəticələrini versin. Məsələ bundadır ki, bizim region son zamanlar dünyada bir qaynar nöqtəyə çevrilib. Elə bil ki, dünyada başqa yer yoxdur, ancaq bizim regiondur və bizim regionda dünyanın elə bil ki, aqibəti, elə bil ki, dünyanın taliyi həll olunur. Bu əsl həqiqətdə belədir. Təsəvvür edin ki, bizim regionda ən böyük süper güc dövləti Rusiya var və dünyanın ən belə ciddi dövləti olan İran var. Və bunlar da bizim regiondur. Ona görə mən istəyirəm ki, əlbəttə ki, Taliban barəsində sizin fikirləriniz hələ çox da ola bilərdi. Ona görə mən məcbur oldum ki, tamaşaçıları çox yormayaq bu barədə. Birbaşa İran və İranda olan siyasi hadisələrə fikrimizi yönəldək və o barədə sizdən bəzi sözləri eşitmək istəyirəm. Mən istəyirəm ki, iki sualı birləşdirim, sizə bunu ünvanlayayım. O sual da bundan ibarətdir ki, əlbəttə ki, biz əvvəlki verilişlərimizdə bu barədə sizə sual vermişdik, siz də buna dolğun cavab vermişdiniz. İndi artıq o sizin verdiyiniz cavablar demək olar ki, biraz da yerinə düşərdi ki, ona görə ki, seçkilər keçilib, rəisi artıq hökumətdədir və sizcə ağa rəisinin hökumətə gəlməsi, onun demək, prezidentliyi regiona və şəxsən də İrana, İran xalqına, İran dövlətinə nə verər və həmçə xahiş edərdim. İkinci sual da ondan ibarətdir ki, mən istəmirəm siz saxlayım sözlü kəsim ki, yəni onu bir 10 dəqiqə müddətində o sualları yığışdırıb bir yerdə cavab verəsiniz ki, bundan sonra Azərbaycan və İran münasibətləri necə olacaq? Biz bildiyimiz kimi, biz birazdan sonra o suala da qayıdaraq ki, CNN Türkiyə kanalına İlham Əliyevin dünənki müsahibəsində o işarə elədi ki, yəni İranla Azərbaycanın arasında münasibətlər artıq normal hala gəlib, demək, yəni yeni prezident administrasiyası bunlarla işləmək fikrindədir ki, yenə normal halda. Əlbəttə ki, orada mən bəzi onun çıxışında, cavabında hiss elədim ki, məsələ o qədər də onun dediyi kimi o arxain, yəni deyil, arxainçılıq adama göstərmir. Ona görə ki, İranın şəxsən Azərbaycana, regionda çoxlu sualları olacaq. Ona görə ki, Azərbaycan məhz son 30 ildə İran üçün böyük problemlər yaratmaq üçün İranın Azərbaycanın ərazisindən istifadə olunub. Hətta İranın alimləri terrorlar edilib və o düşmən güclər ki var, o terrorları edib Azərbaycan torpağından istifadə ediblər. Yəni bu məsələlər çoxdur. Bu barədə
böyük bir veriliş danışmaq olar. Amma ki, mən istərdim ki, bu 2 dənə sualı siz birləşdirəsiniz. Yəni, təzə prezidentinin gəlməsi nə faydalar verə bilər xalqa, dövlətə və bir də Azərbaycan-İran münasibətləri barəsində fikrinizi söyləyəsiniz. Buyurun. Rəisi artıq iqtidarda da biz bunu kifayət qədər müddət keçirdilərdən, ikincisi kifayət qədər müddət kimi görünsə də, əslində İranın yerləşdiyi coğrafiya, İranın hədəfləri, İranın bir dövlət olaraq öhdəlikləri, məsuliyyətləri nəzərə alsaq, bu heç də uzun bir müddət deyildi ki, bununla bağlı konkret olaraq deyil ki, bütün yeni administrasiya var İranda, plan məsələləri icra edib, və yaxud da ki, bunu icra edə bilər. Bu heç də İranın nə edəcəyini və İranın hansı suallar qoyacağı ilə bağlı, yəqin ki, bir keçsin, bunu görə bilir ki, yeni administrasiya, İranın yeni siyasi xətti nədən ibarət olacaq. Çünki bu heç də bəsit deyil və İranın həm daxilində müəyyən problemləri və bu Kurdistan ərazisində sosial-iqtisadi səbəblərdən oldu. Həmçinin burada istifadə edən müəyyən dairələr, müəyyən siyasi mərkəzlər tərəfindən İranın Azərbaycan vilayəti, Azərbaycan Osmanlı ərazisində müəyyən təxribat törətmə səhvləri də oldu. Həmçinin də ki, İrandakı bu vəziyyəti, sosial-iqtisadi problemləri tamamilə başqa məcraya yönətmək istəyənlər oldu. Lakin gördüyünüz kimi, yəni bu məsələ artıq beləcədə soyub, yəni bu məsələ artıq uzaqsallıqdır ki, rəisi hökumətindən təbii ki, sərt mövqe. Mən bunu keçən dəfə bir verilişdən də baxmışdım. O heç bir halda ruhani hökuməti kimi çünki ən azından rəisinin belə deyək siyasi karyerasına bir baxsaq, onun təxminən nələr edəcəyini, onun hansı düşüncədə bir insan olduğunu, onun hansı İranı görmək istədiyini təxmin etmək olur bu barədə. Təbii ki, zamanla istər, yəni ki, 50 yaşında olsa, siyasi xadimsə də, arxasında bir 30 illik siyasi geçmişi də olsa, ildən ilə təcrübəsi genişliyi, ildən ilə yəni belə şey böyüyə də gedir. Təbii ki, belə deyək, 50 yaşındakı Heydər Əliyevlə 75 yaşındakı Heydər Əliyev eyni şəxs deyil. Və ya 93-cü ildəki Heydər Əliyevlə 2003-cü ildəki Heydər Əliyev eyni Heydər Əliyev deyil. Rəisi də çox geniş, çox böyük arxasında siyasi karyerası var, siyasi illəri var. Bu müddət ərzində təbii ki, dəyişir. Yəni, onun 80-ci illərdəki, 90-cı illərdəki fəaliyyətinin, indiki fəaliyyətdə deyil və bu zəifləməyə doğru deyil. Daha da təşkilatlaşmağa doğrudur, daha da politik. Ancaq ki, ümumi çərçivələr təbii ki, ruhani üçün dəyişir və bu çərçivələr İrandakı daha da ki, quruluşu möhkəmləndirmək, onu qoruyub saxlamaq və yumuşaq siyasət yürütməsinin olmaması istiqamətində mən belə düşünürəm. Təbii ki, müəyyən güzəştlərə İran tərəfi getdirməlidir. Çünki İranın da yəni ki, iqtisadi məsələləri, iqtisadi hədəfləri var, siyasi hədəfləri var. Yəni, müəyyən güzəştlər ola bilər. Qərb tərəfindən də bu güzəştlərlə bağlı müəyyən siqnallar verilir. Və burada indi gəlir bizim regionun məsələ ondan ibarətdir ki, məsələn, bu Azərbaycan Respublikasında hökumət tərəfindən maliyyələşən trolların qaldırdığı məsələ var. Nəyə görə Azərbaycana 150 milyon Avropa İttifaqı tərəfindən pul ayrıldı, Ermənistana isə təxminən 3 milyarda yaxın vəsait ayrılıb, yardım olaraq vəsaitlər. Və biz əgər ki, o yardımların təyinatına baxsaq, həmin o yardımlar ayrılıb Sinik və yaxud da Zəngəzur ərazisindən bağlı, Sinik Marslı və Bayoktor Malısı ilə bağlı, orada xüsusən nəqliyyat xətlərinin, dəhlizlərinin inkişafı və sarılarına və bu o dövrdə başlayıb ki, yüklərin İranın tranzit olaraq daşımalarının Ermənistan və Gürcüstan üzərindən Qara dənizə çıxarılması. Çox maraqlıdır ki, burada Türkiyə üzərindən çıxış diqqətdən qaçırıldı, yəni ki, onun üzərindən sükutla keçildi. Bu ikisi paralel şəkildə başlayır.
Yəni ona görə Ermənistana daha çox məsafə var. Yəni bu bizdə oturub həmişə bu məsələləri bəs səviyyədə Qarabağ səviyyəsinə endirirlər, Azərbaycan Ermənistan səviyyəsinə endirirlər. Yəni bu heç də belə deyil. Yəni Azərbaycan Ermənistan davası deyil. Yəni Brüsseldə bəlkə heç məsəl üçün küçədə əgər sorğu keçirsəniz, sənəddə bəlkə bu iki dövlətin yerinə belə bilirlər. Yəni ona görə də yəni oturub belə mübarizələr yürütmək çox sadədir. Bu sadə cığallıqdır. Belə cığallıqdır. Vəsait ayrılır, məsələ ondan ibarət ki, həmin o maddə ərazisindən, yəni ki, vilayət ərazisindən nəqliyyat dəhlizlərini keçməlidir. Ondan əlavə və bu İran qərb istiqamətində olan dəhlizdir. Bunun Rusiyaya, Rus-İran dəhlizinin heç qaydası yoxdur. Rus-İran dəhlizi bu Şırnak zonasından keçir, gəlir. Olan Talış zonasında keçir İrana. O tam bağlı Rusiya ilə İran arasında olan Şimal-Cənub dəhlizi məsələsi, tam fərqli. Həmçinin də burada nəzərə almaq lazımdır ki, Azərbaycanın da bu Zəngəzur məsələsindəki o radikallığı kibarəti, bu məsələ ilə bağlı fikirləri, mövqeyi. Bu da elə bununla bağlı ki, o məhz bu İran qərb dəhlizində məhz Azərbaycan ərazisinin keçməsini iddialıdır. Müəyyən qədər fərqlər yaradaraq Süni Kürd və Yoxdur marqlarının təhlükəli ərazi olması yüzəsini çalışılır. Və Azərbaycanın da fikri ki, iqtisadi maraqlar məsələsi. Bu xanlıqlar, nə bilim, bu hansı, belə deyim, 1500 il əvvəl mövcud olmuş hansı kilsə, nə bilim, və yaxud hansı kənd, qəsəbə və məsələsi bildirir. Bu tür iqtisadi məsələsi. Çünki dövlətlər 1500 il bundan qabaq mövcud olmuş dövlətin belədiyində, hansı ki, Qafqaz Albaniyası deyilən Aranşahlar dövləti olub. O Aranşahlarla Azərbaycan Respublikası arasında heç bir bəndəlik. Yəni, heç bir coğrafi olaraq düşməsindən başqa heç bir şey deyil. Yəni, belə deyilər, necə ki, Türkiyənin Bizans dövlətinə heç bir aidiyəti yoxdur. Hansı ki, eyni coğrafiyada var ki, düşməsindən. Amma ki, bunların bir-birdən davamı olaraq təqdim edilməsindən nə din, nə milli, nə başqa səbəblərdən dil, nə mədəniyyət baxımından edilir. Bu da elə. Yəni ki, onun idarə olunması və ya xanlıqlarla dövlət idarə olunması, o cəmaata təqdim edilməsi üçün lazım olan başaldatlı mövzuları. Dövlət iqtisadiyyatı idarə olunur və iqtisadi cəhətdən də bunu tədbirlər görülməyə çalışır. O da alınmadı. Qərb tərəfindən də məsələn yazılır və tərt mövqeyin qoyulmasının səbəbi bundan ibarət. O vəsait də sırf onun görə ayrılmışdır ki, o bizim orada dəhlizlərin keçməsi və təbii ki, orada yaşayan əhalinin, onlarla sayı orada çox deyil. Çünki Martinin 150 min yaxın əhali yaşayacaq. 140 min əhali var. Vay yox, doğru da əhali çox az. O əhalinin sosial-iqtisadi mövqesini yaxşılaşdırmaq, yerlərdə yaşanması hala gətirir, rural cəhətini, turizm potensialı və sayılar çıxsın. Yəni bu, ona görə də məsələn, qərb ölkələrinin Birləşmiş Ştatların təbii əməkdaşları tərəfindən bir-iki dəfəsinin %100 yenə olub. Səfər etmişdilər Azərbaycan Ermənistan səfərindən, Zəngəzur istiqamətində və s. Yəni bu sırf götürülür İran qərb dəhlizi məsələsi. Ola bilsin ki, yaxın illərdə, gözləmədik bu yaxın illərdə olsun. Ola bilərmi, ola bilər, ancaq ki, gözləmədik yoxdur. Yəni ki, biz həmin bu dəhlizin işə düşməsini görə bilərik. Ola bilər ki, olsun. Azərbaycan Respublikası ilə bağlı isə İranın fəaliyyətinə gəldikdən bu, yəni mən keçən dəfə də konuşmuşdum ki, İran Azərbaycan Respublikasından öz iş metodikasını dəyişməlidir. 30 ilin müddətində Azərbaycan Respublikasının mövcud olduğu dövrdə tamamilə səhv istiqamətdə iş aparılır. Mən bunu gözəl başa düşürəm ki, İran İslam Respublikası adından da görüldüyü kimi İslam Respublikasıdır. Hakim ideolojiyadır orada nədir? O ölkəni idarə edənlərin üçün də tərtibdir. Əhalinin əhəmiyyətli hissəsində tamamilə %100 bu düşüncə tərtibləndə razıdır, bu ideolojiyadan razıdır. Ancaq ki, nəzər həmçinin də indiki Azərbaycan Respublikası ərazisidə cəhətdən, tarixi cəhətdən İran coğrafiyasına aiddir. Son 200 ilə qədər bu coğrafiya İran ərazisi ilə vahid dövləti təşkil edir. Burada müəyyən
qısa müddətli fasilələri çıxmaq şərtilə, yəni qonşu dövlət olub, kifayət qədər normal münasibətlərdə olmuşuq və yaxud da ki, birbaşa olaraq olub. Həmçinin nəzərə almaq lazımdır ki, Azərbaycan Respublikası şərtində 3 İran əsilli xalq yaşayır ki, bu da demək olar ki, ölkə əhalisi yarısını təşkil edir, belə daha çox. Gedək Talışlar, Tatar və Kürtlər. Bu da İrandan bağlı olub. Həmçinin də Azərbaycan Respublikası ərazisində yaşayan hətta Türklərin belə mədəniyyəti, milli bayramları, məsləxi və sairələrdə çox İran mədəniyyəti, İran coğrafiyası başqa ola bilər. Ancaq ki, bu demək deyil ki, biz hamımız monopol, eyni kütlədə olan insanlarız, eyni kütlədə olan cəmiyyətlər deyil. İran hazırki bu 30 illik siyasəti Talış və Muğan zonalarında öz təzyiqini yeridə bilər. O, əhali tərəfindən qəbul olunacaq. Ancaq ki, məsəl üçün, eyni ideologiya, eyni fikirlər, belə deyim, Türk cəmiyyəti tərəfindən qəbul olunmur. Yəni, Türklərlə, məsələn, onlar İran əslində xalq olmuşlar, o da 9 il. Məsəl edilmir. Eyni coğrafiyada məsələlərdə, yəni. Amma ki, yola getmək yoxdur. Bu, İran bunu artıq qəbul edir, həcm alınmır. Yəni, xalq, belə deyil də, təkcə dil, mədəniyyət, mətbəx, din, musiqi deyil. Xalq olması bu düşüncə tərəfində, ideologiya məsələsində olurlar. Eyni söhbət məsələsə aiddir. Məsələn, deyək, İranda olan qonşu bir Aşağıda tədbiq edilir, Qazaxda tədbiq edilir. Təşkik ola bilər ki, oradan bir nəfər bir şəkildə olunmur. Və yaxud da ki, məsələn, nəzərə almaq lazım. Eyni ideologiyanın bir siyasətində Şabran, Şamaxıda, İsmaildə tədbiq etmək olar. Yenə deyirəm, müəyyən ola bilər ki, kiçik qruplar halda bu dəstəklər, amma kütləvilik olmayacaq yuxarı. Və ya İranın ilki ideologiyası ümumiyyətlə ləzgi və avar zonası qəbul edilir ki, haqlı olaraq tamamilə bundan əlavə nəzərə almaq lazımdır ki, insanlığın ideoloji cəhətləri. Onun bu siyasi xətt dəyişdirilməli. Bu da məsələ ola bilər ki, müəyyən məsələdə mədəniyyət ortaqlığından istifadə oluna bilər, müəyyən məsələlərdə, məsələn, Talış məsələsi ilə bağlı dəstək edə bilər, İran tərəfi TAP məsələsi ilə bağlı dəstək edə bilər. Və ya da ki, məsələn, İran türkləri ilə Azərbaycan Respublikası türklərinin xalqansı layihələri icra oluna bilər. Həmçinin məsələn, bizim coğrafiyanın türkləri ilə bilir ki, belə deyik, İran coğrafiyasının türkləri arasında müəyyən layihələr icra oluna bilər. Nəzərə almaq lazımdır ki, Sovet hökuməti qurulduğu zamanda kifayət qədər böyük bir diaspora, ləzgi və avar zonasından köç etmişdi İran ərazisində. Və həmin o insanlar hələ də yaşayırlar. Onlar Təbrizdə də varlar, İsfahan'da da varlar, digər şəhərlərdə varlar. Məsələn, onlar arasında hansı belə deyil, simpoziumlar təşkil olunur. Yəni, ən azından müəyyən kiçik elementlərə bu siqnallar verilə bilər. Ondan görə, məsələn, İranın hal-hazırda bu 30 il ərzində siyasətdə sadəcə olaraq din, hətta məşəb üzərində. Məşəb üzərindən irəliləyib, sadəcə olaraq belə geniş mənada ancaq Talışla Muğan zonasında mümkün. Qalanlarda isə müəyyən kiçik qruplar. Bu dəyişdirilmir. Və rəisin məsələsində təbii ki, burada mən bunu düşünmüşdüm. Yəni, o Güney Azərbaycan, Turan, İranda 40 milyon, 60 milyon Türk yaşayır və bu nağıllara da artıq təbii ki, son dərəcə vacibdir. Yəni, rəisi ruhani deyil, rəisi xatəmi də deyil. Baxmayın ki, mənim xatəmiyə kifayət edəndə hörmətim var. Ancaq ki, birinci ildə. O, hətta rəhbən canlı götürür. Onun bu dəfədə başa düşmək lazımdır. Azərbaycan hökumətində bunu başa düşənlər var. En azından Allah şükür Paşazadə məsələsi ki vardı, bunu xatırlayırsa, çıxıb bəyanat verir. Bir tərəflərə əsaslar oldu. Bu boş yerə deyil. Bu gün Azərbaycan hökuməti tərəfindən İrana bir növcəşlik, yəni bir addım atmaq məsələsi. Azərbaycanın digər rəşidləri də çıxdılar. Burada açıqlamalar verdilər. O məsələ var idi, xain qoxulurlar. Bu günə bir məsələ. Lakin belə deyim də, elə məsələlərlə İranın bundan əvvəlki hökumətlərinin başına allatmaq olardı.
yəni ki, rəisinin oturub hansısa orada Allah şükür çok büyük çıxışı və sarılar və o maraqlı bir şey. Onu yəni hə, qulaq asardı, xoş gələnlər bu ayrı qılır. Amma ki, o demək deyil ki, hə, sən burada Allah şükür verirsən qabağa ki, çıx bunu deyən orada və yaxud da ki, dəstəklidir və yaxud da maneçilik törədirsən buna. Sən bu günəcəksə deyirsən, amma digər tərəfdən deyirsən ki, nə bilim, təbii tarixə paylaşsın, tarix kitablarında da ağzına gələn yazıyorsun, təhlil edəcəksən. Meydanlara çıxardıcı insanları baş verməni, çıxardıcı edəcəksən və sarılarsa, onu onlar həzm edəsi deyildir. Və yaxud da ki, Azərbaycan Respublikası ərazisində yaşayan Aryan xalqlarının belə deyim, türkləşdirilməsini onlar gözləməsi deyil. Belə ucuz belə deyim, variantlarla sən onları heç vaxt və ruhani hökuməti kimi sən onları nə bilim, müəyyən maddi şirnikləndirmələrlə ələ alasıda deyil. Rəisini ələ almaq mümkün olsaydı, vaxtında rəis bu dünənləri yetişmiş fiqur deyil. Adamın arxasında 40 illik siyasi keçmişi, siyasi karyerası olan bir hər halda onu satın almaq mümkün olsaydı, çok da satın almaq. Və bunları hamısını nəzərə almaq lazım. Ancaq ümumən necə olacaq? Yəni, İran həm azından sərt mövqeyini qoruyacaq, yəni bu Azərbaycan Respublikası ərazisində olan vəziyyəti buna müdaxilə edəcəkmi? Buna bağlı hər hansısa bir sualları qoyacaqmı? Bu suallar nədən ibarət olacaq? Mən ümid etmək istəyirəm, əmin deyiləm, bunu açıq deyirəm, amma ümid etmək istəyirəm ki, rəisin hökumətində o sualları dəqiqliyi formalaşdırılacaq, müəyyən cümlələr tapılacaq və bu 30 il ərzində gedən biabırçı vəziyyətə bir son veriləcək. Çox sağ olun. Sözün doğrusu elə biz də ümid edirik inşallah. Nicat müəllim, Nicat qardaş, məsələ burasındadır ki, suallar çox olduğunda mən sizə verdiyim sualları, iki sualı bir flakonda necə deyir, birləşdirib verirəm. Ona görə növbəti sual da məhz iki sual, yəni bir dəfə verilmiş, bir sualın içində iki sualdır. Birinci odur ki, həm bu sualda demək İlham Əliyevin CNN Türkiyə kanalına verdiyi müsahibəsi və əlbəttə ki, onun müsahibəsində biz bütün o aspektlərə toxunmuruq. Əsas məsələ odur ki, orada onun şəxsi işlərinə işim yoxdur, nə deyib, bəziləri indi bu Facebookda ya başqa saytlarda, nə bilim, cürbəcür yəni məsələlərə toxunurlar. Amma mən orada əsas bir məsələyə toxunmaq istəyirəm. Bu da Rusiya və Azərbaycan münasibətləridir. Bu sual olacaq və məhz bu fonda İlham Əliyevin artıq Rusiyaya qarşı bu cür sərt cümlə, işlətdiyi sərt cümləsi və əlbəttə ki, biraz da hətta təhqiramiz oldu ki, o dedi ki, Rusiyanın Ermənistana verdiyi silahların bir hissəsi bizim trofey parkımızda, yəni o müzeydədir, filandır. Yəni bu, bilirsiniz də, hərbi nöqtəyə nəzərdən, ümumiyyətlə Rusiya kimi bir dövlətə meydan oxumaq kimi bir şeydir. Bunu da əlbəttə ki, bəziləri siyasət edirlər, siyasət kimi qələmə vermək istəyirlər ki, güya bu danışılmış bir fikirdir ki, İlham Əliyev qərbi aldadır. Yəni görürsünüz, mən sizinlənəm, mən Rusiyaya qarşıyam, amma bununla da yanaşı, məndə elə fikir yaranıb ki, İlham Əliyev məhz Rusiyanı aldadır, nəinki qərbi. Bu, əlbəttə ki, axır bunu göstərəcək, axırıncı nəticə. Məncə belədir və sizin fikrinizcə istəyirəm ki, bu barədə siz öz icmalınızı verəsiniz və bir də ki, ümumiyyətlə Rusiya-Azərbaycan münasibətləri barəsində və növbəti suallarımız da var. Ona görə ki, xahiş edirəm, biraz onları yığcam cavab verəsiniz ki, biz bütün sualları sizə ünvanlaya bilək. Buyurun. Mən birinci başlayayım. Orada bir şey var ki, İlham Əliyev Rusiyanı aldatır. Ancaq ki, bəziləri deyir ki, qərib aldatır və sarılaqsa, İlham Əliyev hamını aldatır. İlham Əliyev və onun hökuməti heç vaxt etibarlı tərəfdaş olmuyor və olmuyor ki, mümkün deyil. İlham Əliyev iqtidarı qaynağını alır, Heydər Əliyev nəzərə almaq lazım ki, Heydər Əliyev uzun illər Azərbaycan SSR-nin təhlükəsizlik orqanlarının rəhbərliyi. Daha sonra isə ümumiyyətlə bütün ölkəyə rəhbərlik etmiş bir fiqur olub.
onun həmin dövrlərdə səsləndirdiyi fikirlər də, yəni ki, bunlar zibilliyə getirib, artıq sənətlərin içərisində gedir. Yəni, onun Şamiyanla bağlı fikirlər olsun, onun digər məsələlərlə bağlı səsləndirdiyi fikirlər olsun. Bunlar heç yerə getir. Və belə deyim ki, o yenə də ki, olmasa 70-ci illərdə, 80-ci illərdə fikrini dəyişdirmiş insan olsaydı, deyəlim, okey, yəni harada söhbət edirlər, ola bilərdi, zamanla insan siyasi fikirləri dəyişdirə bilərdi. Xeyr, Heydər Əliyev siyasi mövqeyini dəyişib, belə deyək, 90-cı illərin əvvəllərində SSR-in artıq dağıldığını körpə gözün hamı bildirir. Və birdən-birə bu şəxs demokrat və belə deyək, Türk milliyyətçisi olması girməyə başladı. Yəni, manipulyasiyalar etməyə başladı. Yəni, Moskvanın qoltuğunda geçmiş bir figur birdən-birə çevrildi qərb yönümlü bir figura. Yəni, bunu qərbdə də gördülər ki, yəni, bu hal transformasiyaya məruz qaldı. İlham Əliyev iqtidarı həmçinin. Onun üçün, belə deyim də, biz Azərbaycan Respublikasını hal-hazırda idarə edən hökumət ki var, onun hər hansısa bir ideoloji əsası yoxdur. Bu, nə Türk milliyyətçi kimi Türk milliyyətçidir, nə İslamçı kimi İslamçıdır. Bu, hökumət nə, məsələn, liberal demokratdır, nə sosial demokratdır. Ona nə şərt edirsə, o situativ olaraq hərəkət etməyə məşğuldur. O, məsələn, deyirlər, bəzilər bunu təxirləşdirirlər, balanslaşdırılmış siyasətdir. O, balanslaşdırılmış siyasətdir, bu şpaqalaşmış siyasətdir. Bir ayaq Moskvada qalıb, o bir siyasətdir, bəzi başqa. Bizim region üçün deyil. Azərbaycan, məsələn, Vanuatu olsaydı, Tuvalu, Okeaniyanın ortasında bir ada dövlətidir ki, o nə yaşasaydı, onu edə bilər. Eyni söhbətlə məsələn, Almaniya, məsələn, öz iqtisadi gücünə görə, hərbi gücünə görə, sosial rifahına görə, təhsil səhiyyədən sarılaqla, deyək ki, Yaponiya ilə, Cənubi Koreya ilə eyni səviyyədə olmuş olsa belə, amma onların daşıdıqları siyasi məsuliyyət eynidir. Yəni, məsələn, Cənubi Koreyanın rəhbəri hansı bir məsələ ilə bağlı çıxıb açıqlama deyilsə, məsələn, İsrail-Fələstin münaqişəsi ilə bağlı və yaxud da İran hökuməti ilə bağlı, Əfqanistan ilə bağlı. Bu sadəcə olaraq Cənubi Koreyanın açıqlaması kimi gəlib qaldı və savunulub dediyi şey bu. Ancaq Almaniyanın belə hər hansısa bir açıqlama verilməsi, baxmayaraq ki, bu iki ölkə demək olar ki, yəni ki, oxşar tərəfləri çoxdur bir-birlərindən, açıqlaması eyni şey olur. Azərbaycan Respublikası da elədir. Onun ola bilsin ki, belə deyim də, yəni o özünə hər bir şeyi icazə verə bilməz, mümkün deyil. O çünki tamamilə fərqli bir regionda yaşayır, tamamilə fərqli bir aspektlərə sahibdir və s. Ona görə də, yəni Azərbaycanda gözləmək ki, məsələn, qərb tərəfdir və xeyr, Azərbaycan Respublikasında vəziyyət bundan ibarət. Biz nə qədər bacarmıyorsa, iqtidarımızı qoruyub saxlamalıyıq əlimizin altında və bunun uğrunda kimlə olursa olsun danışıqlara getmək və hamının körünü alıb qane etmək hazır olmaq. Və əsl səviyyədə olaraq bu məsələdir. Bu şeylə olan münasibətləri də bu günədir. Yəni, məsələn, deyək ki, indi onun İlham Əliyevin bu rəalarısı sual vermişdir ki, o da CNN Türk kanalında deyir ki, məsələn, İranla da münasibətləri göstərir, yaxşıdır və s. Yaxşı, biz yada salmalıyıq ki, təsdiqləndə Daşkəsən rayonunun səfərində demiş ki, Putinlə bizim şəxsi dostluq münasibətlərimiz var, çox yaxın münasibətlərimiz var, Rusiya ilə belə aramız yaxşıdır və s. Və nə olur? Yəni, biz sadəcə olaraq o qabaqdan gəlmişdik, yəni bir tərəfdən. Ki, yəni mənim arxam var, ayağım var, yəni bilmirəm. Bu kimlərə mesajdır. Bu bir tərəfdən də məsəl üçün bu. İlham Əliyev və onun iqtidarı, həmçinin Azərbaycan Respublikası əhalisinin əhəmiyyəti hal-hazırda ifadə edən hələ də alimdir. Onlar o 44 gün ərzində getmiş o müharibədə və onun yükümlülüyü izalanmış sənədi, nə sənəd olduğunu hələ də qəbul edilmişlər, həzm edebilirlər. O beyin hələ ki bunu öyrəşmirlər onlar. Yəni, onlar onu başa düşə bilmirlər. Yəni, insanlar kör göz önündə olan sənəddə 9 noyabr tarixi yazılır burada. Ona 10 noyabr deyillərsə, yəni bu sənədin üzərində olan rəqəmi təhlil edir. Bu, uzaq tarix deyil, Moskva və Qars müqavilələri deyil, və yaxud ki, nə bilim, Gülüstan-Türkmençay müqaviləsi deyil. Bu, hamımızın yaşadığı olduğu bir dövrdə, ağlının kəsdiyi bir dövrdə imzalanmış sənəd. Və yaxud ki, bu bəyanata durub müqavilə ki, bu ikisi ayrı-ayrı bir şeydir və bunun fərqini başa düşürlərsə, yəni, o iqtidar həqiqətən çox təhlükəli bir iqtidardır və bütün Azərbaycanı cəhənnəmə çevrilir və ya cəhənnəmin dibində yuvarlaya biləsi gücdə bir iqtidardır. Və İlham Əliyevin, belə deyim də, Rusiya ilə olan münasibətləri sadəcə bu hal-hazırda məsələn o istəkləri arzuları bitmir, tükənmir. O qəbul edə bilmir ki, yəni məsələn Qarabağın status etdik ora.
Yaxşı, onda elə Qarabağın statistik ora gedibsə, statistikdən necə gedir orada məsələn şeyə, Mahsuniyə, Xocabəndə necə gedir ora? Amaras məbədinin də ziyarəti. Və yaxud ki, məsəl üçün, buradan axtarışa verir Arayib Araçiyanı. Sonra da məsəl üçün xəbər çıxır ki, orada 25 dənə bina tutulur Xocalında. Yəni, deməli, bu getməyir də cəhənnəmə. İlham Əliyev də bunun isterikasıdır. Onun hökuməti də bunun isterikasıdır. Ola bilsin ki, Rusiyadan buna bağlı hansı istəkləri olub, arzuları olub və s. Rusiya sənə müəyyən məsələlərdə icazə verə bilər. Məsələn ki, o bunun hamı yaxşıdır. Çok 44 günlük müharibə ki getdi. O Rusiyanın icazəsilə, Şuşanın Azərbaycana geri qaytarılması da məsələ Rusiyanın icazəsilə olur. Yəni Rusiyanın göz yumması olur. Əks halda heç bir Rusiyada olmur. Yəni qoşunlar oraya gələcəkdir 3 gün tez, 5 gün tez, Rusiyada alına bilməyəcəkdir. Deməli, Rusiyada Dabro edilməmişdir ki, sonra nə bilim bu Vahabzadə qabağa yoxsa məsəl üçün gəlib verə də özündən hansısa bir fikirlər səsləndirəsən burada, hansı ideallar səsləndirəsən. Biz son aylarda görürük Rusiya ilə bağlı hansı bir isterika var Azərbaycan. Sənə buna görə icazə verilməmiş. İlham Əliyev hələ də onun ifadəsindən ayrıla bilmir. Yəni ki, sənə bir gün bunun bağlı Dabro verilmişsə, o Dabronun verilməsi. Ötən ilin sentyabrında səbəbləri var. Boş yerə deyil. Bu Rusiya-Ermənistan münasibətlərinin asıl olması. Sənə bu icazə verildi. Özdəki o ətraf rayonlar söhbəti, onunla bağlı qətnamələr də maddə qətnamələr. O hüquqi maddəsində yoxdur, bilənən yaxşıdır. Boş ərazilərdə əhalini yaşamaq. Hazır danışıqdakı ermənilər çəkilər. Amma etkiləri müəyyən hərəkətləri. Amma bir nəfərlə Azərbaycanda fikirləşmək, yaxşı bu dəfə Azərbaycanın əli ilə Ermənistan cəzalandırılırsa, növbəti dənə tərkib olsa, Ermənistanın əli ilə Azərbaycanı cəzalandırmaq üzrə olur ki, o Şuşa bəyannaməsi deyil. Bu burada məsəl üçün də indi hal-hazırda bu monitoring məsələsi altında yaratdı. Rusiyanın orta monitoring məsələsi olur. Harada da o monitoring məsələsi oldu. Atışmalar gedir. Yəni yaxşı Ermənistan Azərbaycan sərhədi nəzarət edilməlidir. Bu İraq tərəfdən, Müstəqəl Əydəyə o tərəfdən. Dağlıq Qarabağın özündə Kəlbəcər istiqaməti olub. Harada da o monitoring məsələsi. Türkiyənin hansısa bir səsi çıxıb bu barədə. Yox. Çünki bunu başa düşmək lazım idi ki, Türkiyə heç vaxt Azərbaycan Respublikasına görə Rusiya ilə kəllə-kəlləyə gələsin. Mən istərdim ki, Türkiyə-Azərbaycan münasibətləri barəsində sizə ayrı sual verim və orada 2 dənə sualı birləşdirib verəcəm yenə. Ona görə ki, istəyirəm ki, siz bu sualı mənim o Azərbaycan-Rusiya münasibətləri barəsində yekunlaşdırarsınız 3-4 cümlə ilə və mən sizə yeni bir sual verəcəm. Orada 2 sualı yenə bir flakonda birləşdirib verəcəm. Buyurun. Azərbaycan-Rusiya münasibətlərlə bağlı halının vəziyyət çox gərgindir. Və bunun nəticəsi necə ola bilər? Bu Azərbaycan Respublikasının hökumətindən asılıdır. Bu başa düşməlidir ki, necə ki İranda bunu başa düşməlidir ki, 30 il ərzində görülmüş siyasət səhv olub və buna düzəlişdir. Əgər sənin bu regionla bağlı hansı illərin varsa, gözləntilərin var. Azərbaycan Respublikası hökumətində bunu başa düşməlidir. Bu gedişat deyil. Yəni Azərbaycan Respublikası təkcə hökuməti yox, yaşamaq hökuməti qoyulur. Cəmaatda düşməlidir ki, bu hökumət gələndə özü ilə birlikdə bütün ölkəndə cəhənnəm var. Sabahları İlham Əliyev ən yaxşı halda, yəni ona bu imkanı mən düşünürəm ki, Rusiya tərəfindən tanıya bilərlər ki, fələkiləsini yıxsın, komandanlarını yıxsın, yığdığı pullarını yıxsın, çıxın getsin. Bu ölkədə qalacaq insanlar sabahları bu ölkənin başına iş gələsi olsa, o ölkədən qaçsın düşəsi insanlardır. Lotka ilə üzüb qaçası insanlardır olacaq. Və yaxud ki, sabahlara övladlardan bir şey olmamasını istəyənlər bir olacaq. Onun olmaması üçün, yəni, İlham Əliyevin o barədə yəni, qorxuları varmı? Var, ancaq ki, o qədər də şey deyil, yəni, onun qaçacaq bir tapa deyil. Siz nə edirsiniz? Bax, o haqda yaxşı. Mən istərdim ki, növbəti suala cavab verəsiniz. Növbəti sualda məlum, yəni çox qalmaqallı bir məsələdir, hadisədir ki, onu bilirsiniz. Bəxtiyar Vahabzadənin oğlu keçmiş diplomat Rusiya xalqına qarşı, onun dediyinə o Jirinovskiyə cavab verib, Rusiya xalqını, yəni rusları şəxsən təhqir edib, təhqiramiz sözlər deyib onların barəsində
Bu əlbəttə ki, yol verilməzdir, amma yenə də bunlar, yəni bu cür eləməklə bu çox xətalı, çox təhlükəli bir oyundur. Burada Talış da, Ləzgi də, Türk də, Azərbaycanlı da, ümumiyyətlə Qafqazlılar da əziyyət çəkə bilər bundan. Bunu biz bilirik. Bundan işim yox. Yəni bunda məsələ burasındadır ki, bu İskəndər İsfəndiyar Vahabzadə nəyə görə bunu deyib və nəyə görə məhz indi deyir? Əgər bu deyir ki, bir 7-8 il, 10 il bundan əvvəl Jirinovski təqir edib Azərbaycan xalqını, bu isə indi cavab verir. Bu bir və bunun hansı nəticələri ola bilər və kimdir bu təqirlərin arxasında dayanan, kim bunları məcbur edib bu cür səhvlər buraxmağa və regionda bu cür qarşıdurma yaratmağa, xalqlar arasında bir-birinə nifrət yaratmağa və ikinci sual da Türkiyə-Azərbaycan münasibətləri barəsində. Biz necə görürük ki, artıq bizim hiss elədiyimiz odur ki, gördüyümüz odur ki, hər hansı bir çətin vəziyyətdə Türkiyə-Azərbaycanı demək yanında olmaz. Baxmayaraq ki, müharibədə dedilər Türkiyə-Azərbaycanın yanındadır və o silahlarını satdığına görə, küllü miqdarda pul qazandığına görə həm Türkiyə, həm İsrail, bu aydın məsələdir. Bunu heç hər hansı bir insan bilir. Amma indiki halda Türkiyə əgər Azərbaycan təklənsə, Türkiyə onun yanında olarmı? Və mən istərdim bu iki sualı, yəni Türkiyə-Azərbaycan münasibətləri və bir də o İsfəndiyarın söylədiyi hədyanlar və istəyirəm ki, bu biraz yığcam barədə cavab verəsiniz, yığcam sürətlə. Mən sonra növbəti sualım var. Buyurun, vaxtımız demək olar ki, var. Belə deyim, birincisi İsfəndiyar Vahabzadə Rusları təhdid etdir. Buna da o danışıqdan orada diqqətlə çevirdik. Jirinovskinin milliyyəti məsələsi sözaltı olaraq, yəni orada təkcə Ruslar yox, həmçində o yaxınlığı təşkil olunur. Rus xalqı və Rusiya belə deyək, qəlbi yumşaltdılar. Bəlkə bunu necəsə yoxlaməli könüllərini ala bilər gələcəkdə. Ancaq yəhudilərin könlünü almaq mümkün var. Yəni bu nəzərə alınır. Yəni bu günləri kimsə İsfəndiyar Vahabzadəni dəstəkləyirsə bu barədə yaxşı göstərir ki, buradan qardaş İsrail deyil, digər bir tərəfdən İsfəndiyar Vahabzadəni dəstəkləmək deyil. Çünki orada bu həmçində yəhudilər təşkil olunur. Bu birinci bir məsələ. İkinci bir məsələ, yəni biz diqqət etdik ki, bunlar hamısı nə hikmətdə elmini ispat etdi. Qazaxstanda bir-birində gərginliklər yaşandı, Qırğızstanda müəyyən gərginliklər yaşandı, Rus mənsuliyyəti zəminində. Paralel şəkildə Azərbaycandan belə bir çıxışlarını eşitdik və mən eşitdiyimə görə dəqiq məlumat yox. İsfəndiyar Vahabzadə sözügedən çıxışdan sonra Türkiyədə və ya o çıxışı belə Türkiyədə deyildi. Buna bənzərində bir müəyyən şairlərdə, xəbərlərdə yayılır. Təsdiqi yoxdur, bunun nəsillə mən heç birimiz yox edilməli ki, haradadır, hal-hazırda və ya o çıxış etdikdə harada olur. Məsələn, biz digər bir məsələlərə də baxsaq, həmişə bu məsələlərdə məsələn, Zəngəzur məsələsində də ən bir aktivliyi nümayiş etməni də Türkiyə. Yəni, bunun Azərbaycanlıların belə bir başına salan da Türkiyə tərəfi olur. Ya da salaqda biz keçən illəri müharibədən kifayət əvvəl qəribə Azərbaycana keçmiş harada elan olunmuş? Ankara'da, Türkiyədə. Sual olunur ki, bu şayədə qəribə Azərbaycan Respublikası elan olunmuşsa, bu niyə başqa elan olunmuşdur? Niyə Azərbaycan Respublikası elan olunmuşdur, amma Türkiyədə elan olunmuşdur? Bəlkə məsələn bu illəri Zəngəzur Muxtar Respublikası, Zəngəzur Göyçə Muxtar Respublikası, bir neçə variantlar ilə dağa başlamaq verirlər deyə bizim əslində hal-hazırda Avrupanın təsəvvürü dəqiqəsində muxtariyyət elan edilmişdir Ermənistan daxilində. O da yenə də Türkiyənin daxilində elan olunmuşdur. Sual olunur, yenə də niyə Türkiyədə bu elan olunmuşdur? Peki məsələn həmin o elan olunmuş belə deyək, muxtariyyətin bayrağına biz baxaq. Siz ona da o bayrağın diqqətlə vurmuşdan fikir versəniz, bildiyimiz o şimali Türkiyə Respublikasıdır. İraqdakı Türkmən illidir. Suriyədəki Türkmən bayrağı, Türkmənlərin bayrağı. Onun eyni quruluşdadır. Yəni, necə ki, məsələn, Sovet vaxtında vardı ki, standart bir quruluş qoyulur. Qırmızı rəngli, dominant zolağı olaraq getməli.
sonra ilə müəyyən detallarda fərqliliklər vardı. Bizdə dalğa vahid oldu məsələsi onlarda. Digərlərinin 2 zolaq oldu, yaşlı ağ məsələsi, taciklər. Eyni sözləri də məsələn Türkiyə özünə korpus bələdiyyə olmaq istədiyi bütün şeylərdə bayraqları da demək ki, eyni quruluşdur. Bu da məsələn elementar şəkildə göstərən ki, nəzərdə. Bunu göstərir ki, Türkiyə tərəfindən. Bu deyil. Qaldı ki, Azərbaycan-Türkiyə münasibətləri məsələsi. Biz bu gərginliyin çox şeydə görə bilərik detallarını. Məsələn, Türkiyədə bu sonuncu meşə yanğınları ki oldu. Həmin meşə yanğınlarında Azərbaycan 2 ya 3 gündən sonra reaksiya edildi. Buna yardım göndərdi. Ola ki, yəni göndərdi. Bizim media bunu kifayət eşitdi. Bir təqdim etdi ki, məsələn, göndərdi ilə sarılaqda. Amma ki, mən məsələn, Türkiyə mediasını daha çox buna fikir edir ki, onlar Rusiyadan gələn yardıma qarşılıqlı eləmişlər, təqdim edirlər, onun barəsində danışırdılar. Müzakirələrlə bunun əsasında danışıq edirdi. Həmçində Rusiya Azərbaycandan daha qabaq oradakı yardıma məsələ. Bu özü onu göstərdi, nəsə arada soyuqluq var. Və yaxud da ki, belə deyildən, biz xatırlayırıq ki, bir müddət əvvəl Azərbaycan Respublikasının rəsmi şəxsləri Şimali Kiprə səyahət etmişdilər və orada belə bir məsələ qaldırıldı ki, ola bilsin yaxın vaxtda Azərbaycan Şimali Kiprin dövlət müstəqilliyini tanır. Bunun üzərinə sükut keçildi. Məsələn, bu məsələ sanki yox. Məsələn, təbii ki, bu da öz təsirini göstərir bu gəldiyi məsələ. Çünki Azərbaycandan tələb olunur ki, mütləq şəkildə sən Şimali Kiprin dövlət müstəqilliyini tanımalısan, biz tanıyırıq. Türküz və sarılaxda. Hansı ki, mən bir şey xatırlamışım. Bizdə qısasını üzərinə Türk deyirlər. Türk bizdə var. Yəni, bu çoxluq deyil. O faizilə və sonra. Və məsələn, yerdə qalanın da bu oyuna Türk olmasının Türkiyə tərəfindən. Bu təkcə indi həyata keçirir. Bu 38-ci ildə, 36-cı ildə və sarılaxda, 30-cu illərin əvvəllərindən başlayaraq Suriyada da həyata keçirir. İndiki məsələn Hatay deyilən ərazi var, Hatay deyilən var, İskəndərun və Antakya şəhərləri yerləşir orada. Bu ərazi Suriya ərazisi olur. Və oranın əhalisi ərəblər deyil, çoxluğu. Lakin oranı məsələn götürüb birləşdirmək, etnonimlər məsələn götürüb birləşdirmək. Hamı Türklər də onun Hatayın milli marşını da tapa bilər. Yəni, düzgün bir şey deyil. Görə bilər ki, o da Türk. Amma Quran zamanı ərəb, İncilin özü qədər ərəb danışılır. Kifayət qədər hissəsi ərəbə qoruyub saxlayıb ölçülür. O dövrdə ki, məsələ. Yəni, bu o vaxtdan gözlən bir siyasət olur. Yəni, Türkiyə həmişə öz ətrafından torpaq qopartmaqda sarılır və özündən asılı vəziyyədə qalmağa çalışdığı regionlar ki, onların qarşılarına tipik tələblər qoymağa. Bu barədə məsələn Azərbaycanın nümunə kimi göstərə bilər ki, o ki, yaxşı. Azərbaycan hökuməti, ki, hətta Əliyev hökumətində müəyyən məsələlərdə Türkiyədən ortaya bilər. Məsələn, hamı boyda Türk olduğunu qoymaq, Türk təbliğatı, Türk məsələlər açılsın, bilmirlər ki, böyle qardaş, xalq və s. Türkiyə bayraqları hər bir qapı, sanki elə bir Türkiyənin bir vilayətidir. Yəni, nə də sənin öz bayrağın var, öz bayrağın var. Yox, öz bayraqlar tapmağa söyləyirsən. Sonra sabahları mən də ürəyimdən keçən hər hansıda bir Mozambikin də bayrağına mən atabilirim. Onda da mən dövlət olaraq mövcud deyil. Dövlət öz dövlətinə qoymuş. Buna da razı olaraq əliyyə. Ancaq ki, tərəfən düşmənçiliyə getməyə heç vaxt razı olasın deyil. O, çox gözəl bilir ki, onun qaçdığı pulların bir qəribə. Türkiyədə istənilən vaxtda beləcə qətik quruşa qoyub satıb getməyə də hazır Azərbaycan. Bu da səbəb var. Digər bir tərəfdən burada məsələn nəzərə alsaq, xatırlayın bu 9 noyabr bəyanatında orada sadəcə olaraq Türk məramlı məramların daxil olması. Ancaq Əliyev özünün minimum bir çıxışında qeyd eləmiş ki, Türk olacaq Əliyev ki, Qarabağ ərazisi olacaq və Qarabağda. Hansı ki, bununla bağlı rəsmi heç bir sənəd və sarılaxlı yox idi ortalıqda. Yəni, bu sadəcə olaraq bilsin, bəlkə də Əliyevin arzusuduğunu düşünmürəm. Məncə bu daha çox Türkiyənin könlünü almağa hesablanmışdır ki, yəni sizin gəlib çıxır, narahat olmayın, imkan yaradır ki, ancaq olmaz. Yəni, Türkiyə bu barədə çox belə bir reylisindədirlər, bu belediyeyi. Digər bir tərəfdən bəlkə də Türkiyə gözləyir ki, ümumiyyətlə Azərbaycan açarlarını təklif edib
ölkədən bəlkə də Türk xalqları buradan Türk əsirlər çıxıb Türkmənistan köçücü eləmirlər, varlar Dağıstanda köçər, biz də Talışlar, Kaplar əlində verib, ona da köçücü şeydir. Torpaqda qalmışan şeyə, Türkiyə bəlkə bunu belə gözləyirlər. Yəni. Və yaxud ola bilsin ki, məsəl üçün müəyyən ideyaları var idi. Məsəl üçün bir şey deyəcəm də, bunun üzərində Azərbaycanlılar yaxşı olmaz. Məsəl üçün, Türkiyə hal-hazırda ətrafında qalmağın müəyyən yollarını axtarır. O da qalır. Çox maraqlı, məsələn, 120-yə yaxın bizim də orada zarafımız ətrafında da hal-hazırda və onların da təhlükəsiz yol altındadır. Mən bunu da deyəcəm. Yəni, təbələri o taliblər Azərbaycan üzərində. Yəni ki, Taliban Pakistanla münasibətləri yaxşıdır və Pakistanın da Türkiyə və Azərbaycanla münasibətləri yaxşıdır. Bu xüsusi ancaq yəni, son günlərdə mən belə bir şeyə də görürəm. Yəni, heç bir şey olmaz qəsarlar. Ancaq nəzər almaq lazımdır ki, Taliban Pakistana tabi edir, ancaq ki, onun siyasi etikası tabi edir, belə deyil. O sıravi belə çalmada əldə atlamaq olan adam nə Türkiyə bilir, nə Azərbaycan bilir. Yəni, o sabah kimsə bunu burada ölmüş olsa yəni. Onun Pakistan oturub bir-birinin güdəsi deyil. Yəni, Azərbaycan vətəndaşlarına istəməyəcəm, bunlara bir şey olur. Yəni, bu da nəzər almaq lazımdır. Və yaxud da ki, mən bir məsələni deyim, Türkiyə orada sabahla qalası olsa, ola bilsin ki, əlavə olaraq Azərbaycandan daha böyük bir kontingent gözləyirdi ki, silahlı məramlar göndərir. Azərbaycan tərəfi haqlı olaraq bəlkə də buna etiraz edirsə, yəni mən səmimi edirəm, təşəkkür edirəm ki, bunu göndərməsin. Çünki bizim əhalimizin ölməsinin heç bir əsası yoxdur. Orada gedən siyasi proseslər Əfqanistan rəhbərliyindən Əfqanistan xalqı arasında olan məsələlər qatmasına başlayır. Və yaxud da ki, məsəl ola bilsin ki, bəlkə belə bir təklif olub ki, Əfqanistanlar mənbə əlavə edirək. Türkiyəsində xalqlar var, Türklər var, özgürlər var və s. Onların məsəl üçün evakuasiya olunaraq Azərbaycan Respublikasının bəzi ərazilərin birləşdirilməsi ilə bağlı da müəyyən təkliflər edilir, Azərbaycan tərəfi imkan edir. Bu da ola bilər. Eyni söhbət məsəl üçün ola bilər ki, məsəl üçün belə deyək, sabahları Suriyadan Türkiyə çıxası olsa, şimalın halında işğal altında saxlayır. Halda o düşmənləri haqqı edilir. Bəlkə bu təkliflər, o düşmənlər birləşdirilmə Azərbaycan Respublikası arasında yüzlərlə yox. O da ola bilər, yəni, gəldiyinə səbəb olsun. Çünki Türkiyə, yəni Azərbaycana yəni, tərəfdaş kimi baxmır, əməkdaş kimi baxmır. Dövlətlər arasında qardaşlıq və sağlaması bu o söhbət yəni, Xaçmazdan İzmirə qədər hələ bir yallı gedib deyil ki. Siyasi çıxarları ətrafında toplaşır. Ola bilsin ki, qanun edici bir siyasi verir. Gəlməyən, yəni bu da Əfqanistan söhbətinlə bağlı ola bilər, Suriya söhbətinlə bağlı ola bilər. Çünki mənim üçün bu ağlabatan olaraq. Nəzər almaq lazım ki, bu bayalarda mən böyle elədim. Türkiyədə qaçınlarla, miqrantlarla bağlı böyle bir gərginlik var. Və Əfqanistandan olan bu halini ola bilsin ki, evakuasiya etmişdir. Suriyadan olan düşmənləri evakuasiya etmişdir. Və yaxud hətta ola bilsin ki, hal-hazırda Türkiyə ərazisində olan Suriya düşmənləri var, onları zirvələmişdir. Alınma rəhbərliyi bu. Bu da gəldi. Yəni, mən düşünməyəm ki, bir səbəb. Düşünməyəm ki, səbəblər çoxludur. Məktəbin bağlanma, məktəblə bağlı sıxılığı gəldi. MHP-lik, Bahçeli'yle bağlı. O da təsir göstərir. Yəni, burada səbəblər çox. Bəli. Nicat qardaş, sizin fikriniz, nöqtəyi nəzəriniz necə deyərlər? Sizin icmalınız əlbəttə ki, həm bizim üçün, həm tamaşaçılar üçün çox maraqlıdır və istərdim ki, bizim artıq söhbətimiz sona çatır ki, axırıncı sual deyil bu. Sadəcə olaraq çox sizdən təvəqqə edirəm artıq dərəcədə. 2-3 cümlə ilə siz Azərbaycan xalqına, yəni Azərbaycanda yaşayan bütün xalqlara, talışlara, ləzgilərə, tatlara, siz necə bir tat xalqın nümayəndəsi kimi, mən bir talış xalqın nümayəndəsi kimi bizim haqqımız var öz xalqımıza müraciət eləməyə. Ondan da əlavə, Azərbaycanda yaşayan bütün xalqlara
nə arzu edərdiniz? Qısa 2-3 cümlə ilə və sizin müraciətiniz nədir? Və bu işdə, yəni bu hadisələrin bu cür gərgin vəziyyət aldığı bir halda bizim regionda hər hansı bir insanın, hər hansı bir vətəndaşın, hər hansı bir insanın, individin demək onun özünün necə aparmaqlığı və onun qabağında hansı məsələlər durur və o necə bunlara icra eləməlidir və sizin onlara arzunuz nədir? Bununla da bugünkü söhbətimizi ilkinlaşdıraq. Buyurun. Mən qısa olaraq belə deyim, Azərbaycan Respublikasının ərazisində yaşayan bütün xalqlara, bu həm belə deyim, mənim məşğul olduğum xalq, həm belə deyim, bizim ortaq mədəniyyət, tarix və s. paylaşan Talış və Türk xalqına, həmçinin kifayət qədər bizə yaxın olan ləzgi bağlanmalar və həmçində sizlərə tayfalarımızın varisləri hamısına yəni, tək və tək budur ki, və arzuladığım, onlara bir müraciətinin məzunundan ibarətdir ki, birincisi dövr 90-cı illərdir və bu həmin dövrlərdəki eykariya idi, həmin dövrlərdəki belə deyilən, kim nə istəyir danışır, mən özüm belə hesab edirəm, mən özüm belə hesab edirəm, qasarı vaxtı gözlük deyil. Emosiyaları qoyulur. Arzu və şeyləri qoyulur. Həyat arzu və şeylər bu deyil. Həyat belə bir reallıqlardır. Və reallıqlar heç kəsin görmək istədiyiniz deyil. Əksinə qarşı sizin görmək istədikləriniz və yaxud özünüzü təqdim etmək istədiyiniz o şəkil var, sizin sonra ihtiyacınız var. Azərbaycan Respublikasının talışları da, haqları da, ləzgiləri də, avarları da, türkləri də, kürdləri də, fərqi yoxdur, bütün xalqlar. Onun çox gözəl, möhtəşəm tarixi var. Onun çox gözəl möhtəşəm mədəniyyəti var. Azərbaycan türkləri də burada heç türklərin də özünün çox gözəl mədəniyyəti var. Zamanla öz mədəniyyətini bu reallığı bu da ki, tarixi səbəbləri var. Onların özlərinin çox gözəl mətbəxi də var, müzikisi də var, məsələ var. Yəni, tək özümüzün illəri mən bilməm bu barədə, həmçində türklər də bilməm. Yəni ki, sizin o saxta tarixə, o saxta mədəniyyətə ehtiyacınız yoxdur. Bir baş belə deyim, o göylərdən ən azından günlərə vaxtı gəlib çatır. O sürrealizm dünyasına çıxmağın vaxtı gəlib çatır. Sizə heç bir aidiyyəti olmayacaq, xam xəyallar Əfqanistanda, Suriyada, dünyanın müxtəlif yerlərdə, hansı ki, bəlkə də sizə bizə gəlib o xəyalda o yerlərini göstərsələr, harınqılıqda belə bilirsiniz. Onlarda övladlarımızın tabutlarını gəlirsiniz. Bu günləri məsəl üçün bizim dost olduğumuz, yoldaşlıq düşdüyümüz, bir də çörək kəsdiyimiz, yediyimiz, içdiyimiz müxtəlif xalqların nümayəndələri var. Kürd də var içində, Tat da var içində, Talış da var içində, Ləzgi də var, Abar da var, hamısı var. Fərq etmez. Onlarla əgər düşmən olmağımızı istədik. Və ən əsası, bizim taleyimizin əgər özünüz öz taleyimizi qışqırandır, başqalarının sizə gəlib, Türkiyənin, Rusiyanın, İranın, Çinin, Hindistanın, Qərbin, yox. Siz özünüz hansısa bir özünüz üçün bir yol çizmək istəyirsiniz, bir yol qoymaq istəyirsiniz. Məncə, artıq realizmlə barışmağın vaxtı gəlir. Biz buna istəyirik, biz bunu bacararıq. Biz bu tariximiz boyu, yəni ki, heç də belə deyim, düşmən olmamışıq bir-birimizlə. Coğrafiyada yaşayan xalqların bir-birlərinə qarşı düşmənçiliyi də olmuyor. Bizim heç ehtiyacımız da yoxdur ki, o həddə gəlsin çıxardaq. Ona görə bu süni xəyallardan imtina edəndə, o süni problemlərin yaranmasını qarşısına almaq bizim hamımızın, hər birimizin, bu icmaların müxalifəti istər Türklərdən olsun, istər Qafqardan olsun, istər Talışlardan olsun, istər Ləzgilər, Avarlar, Kürdlər fərq etmez. Hamısının boynunun insanların qarşısında gedən, onların tanınmış, onların az-çox məsələlərdən başa çıxan insanları öz insanlarında, öz icmalarında, həmçinin də digərlərində, çünki biz hamımız eyni gəlmişik. Yəni, hərə özünü xilas edebiliriz. Biz birlikdə xilas olacağıq bu məsələdə. Başqa görə bizim yolumuz yoxdur. Oturub bir dəfəlik bu məsələləri müzakirə etməliyik. Müzakirəlik artıq vaxtımız bəlkə yoxdur. Artıq yükün qərarlar edir. Vaxt zaman artıq geçişir. Hamının belə deyildə, belə çıxmasında ağlı normal öz yolundan getməlidir. Başqa yolumuz yoxdur. Yoxsa sonumuz hamımız üçün qalacaq. Bu işlərin sonu ya hamımız çox xoşbəxtlik, ya hamımız bədbəxtlik. Orta yol, şpaqadaşmış yol, balaslaşdırılmış yol yoxdur. Bunu bir dəfəlik qəbul edir. Bu qədər.
Sağ olun. Mən sizə minnətdaram və tamaşaçılarımıza xatırlatmaq istəyirəm ki, bugünkü verilişimizin qonağı bizim Tat qardaşımız, ümumiyyətlə bizim yerlimiz, canciyərimiz, hal-hazırda Almaniyada mühacir həyatını sürən Nicat İmran idi və bizim ona verdiyimiz suallara onun cavabları idi, onun nöqteyi nəzəri, onun izmalı idi. Çox sağ olun. Mən sizlərə, eləcə bütün dünya əhalisinə, bütün bəşəriyyətə gələcəkdə xoş günlər, xoş rifah arzulayıram. İndi biz Şiə müsəlmanlarda İmam Hüseyn əzalarıdır və o insanlar ki, İmam Hüseyn yasını, əzasını saxlayır, onlara da başsağlığı verirəm və hər kəs, hər bir insan öz tutduğu yolda, öz əqidəsində qiyamət gününə inandığı kimi Allah Taala onları həmən günü onların əqidəsi ilə, onların sevdiyi şəxslərlə inşallah məşhur eləsin. Çox sağ olun, çox minnətdarıq sizə.